veriləcək turun açılış qarşılaşması bu gözəl mənzərədə yerləşən stadionda keçiriləcək. Yerli komanda debutant Şəfa ilə üz-üzə gələcək. Belə artıq biz heyətlərlə tanış ola bilərik. Başlayaq. Meydan sahibi komanda Qəbələdən qapıda 1 kapitan Səlahət Ağayev, 13 Nicat Əliyev, 24 İsmail Akinade, 9 Kərim Rossi, 7 Bruno Silva, 6 Jaime Sierra, 12 Kuyan Mabea. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədovdur. Onun köməkçiləri Laismanlar Rahil Ramazanov və Gülnurə Əkbərzadə. 4-cü hakim Rəvan Həmzəzadədir. Vardiş başında Cavid Cəllovdur. Onun köməkçisi Kamran Bayramov, hakim inspektor Əmrah İbrahimov, AF nümayəndəsi isə Elçin Məmmədovdur. Şəfa komandasının heyəti ilə tanış olaq. Qapıda 1 nömrə Nicat Mehbalıyev, 28 kapitan Murad Musayev sabiq komandasına qarşı bugün kapitan qismində çıxış edəcək Murad Musayev. 55 Rauf Hüseynli, 6 Fərid Yusifli, 10 Dilan Mertens, 18 Bafode Dansoko. Beləliklə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Qeyd edim ki, bu maçı sizin üçün Qismət Bəyişov şərh edəcək. Yenə geridə götürmələr, müdafiədən çıxan zaman səhvə yol verir Qəbələ, zərbə və Səlahət Ağayev topu tutur uzaq məsafədən. Kristofer Momengi. İrəli ötürmə, Dansoko topa çatmağa çalışır, Bafode Dansoko! Bir anlıq sandım ki, toptora qovuşdu. Amma bu ötürmə idi. Rauf Hüseynli topa bir qədər uzaq idi. Hücum qurmağa çalışır Şəfa. Ötürmə Rauf Hüseynli və Səlahət Ağayev. Oyundan kənar vəziyyət. Yan xətt hakiminin bayrağı havadadır. Geridə qalındı. Akinade'dən ötürmə və top toru çöldən silkələyir. Müdaxilə var Murad Musayevdən. Dəyişiklik lazımdır. Baxaq, burada kritik müdaxilə gəldi. Murad Musayevdən gözlənilməyən bir dəyişiklik olacaq Şəfa üçün. Əlindən buraxır topu Nicat Mehbalıyev və ikinci cəhdə topu tutur. Bruno Silva. Silvadan irəli ötürmə İsmail Akinade istiqamətini Akinade sürət yığır. İsmail Akinade və kritik müdaxilə Nihat Quliyevdən. Son adaya mübarizə apardı Nihat Quliyev. Topu meydandan çıxardı komandasını. Mertens sağ tərəf Rauf Hüseynli. Təhlükəli gəldi Şəfa. Rauf Hüseynlidən ötürmə Bafode Dansoko və Səlahət Ağayev. Və baş hakim ilk hissəni bitirir. İkinci yarı başlayır. Hər iki kollektivə uğurlar. Qeyd edim ki, bu maçı sizin üçün Qismət Bəyişov şərh edir. Musaguel, sol tərəf, Drago'nun cərmə meydançasına ötürməsi, top uzaqlaşdırmaq çəkdi və Səlahət Ağayev. Bu təhlükəli epizoduydu. Hər şey yaxşı qurtarır burada. Qəbələ üçün müdafiədə anlaşmazlıq oldu. Sağ tərəfə çəkilir bu dəfə Şəfa. Dilan Mertens önünə düşdü top. Dilan Mertens təkəli ilə topu qurtarır Səlahət Ağayev. Dərhal topu irəli vurur İsmail Akinade, Rossi'dən ötürmə İsmail Akinade. Önündə Momengi var. İsmail Akinade rəqibini keçir. Akinade'nin ötürməsi və Nicat Mehbalıyev yerindədir. Nicatın sürət yığmasına əngəl oldu. Jaime Sierra. Musaguel topladı. Musaguel sağına çəkməyə çalışır. Soluna çəkdi. Musaguel! Səlahət Ağayev. Kristofer Momengi topu qaytarmadı. Güel'in zərbəsi və yenə də Səlahət Ağayev yerindədir. Bu dəfə topu tutmaqda çətinlik çəkmir Səlahət. Sol tərəfdən gəldi. Bruno Silva'nın zərbəsi bloklanır. Boçyoma topu qaytarır Sierra'ya. Sierra'dan sağ tərəfə ötürmə Nicat Əliyev. Nicatın ötürməsi və qapçı yumruğuyla topu uzaqlaşdırır.
Silva ondan ötürmə gəlir. Başla zərbə və top qapıdan aralı keçdi. Ötürmə çox yaxşı alınmışdı. Topu rəqib futbolçusunu indirdi. Eşkin Əhmədov Akinade istiqamətini ötürmə. Akinade topu qəbul edir. Eşkin Əhmədov, Eşkindən ötürmə, Rossi, Nicat Mehbalıyev. Bəxti gətirir Şəfanın. Musa Güel sağına çəkdi. Musa Güeldən ötürmə Dilan Mertens. Mertens baxdı ətrafına, İsmail Zülfüqarlı ilə oynuyor. Zülfüqarlı ayaq saxladı. Zülfüqarlıdan ötürmə Güel! Musa Güel qolun müəllifidir. Gözəl bir qol izlədi Şəfanın ifasında. Təzyiq edən tərəf Qəbələ. Hesabı açan Şəfa. Çox gözəl ötürmə etdi burada. Saxlamadan topa zərbə indirdi. Musa Güel. Topu tora qovuşturur Fransalı futbolçu. Digər rakursdan qolun təkrarını izləyirik. Zərgər dəqiqliyində ötürməydi bu. Sanki 50 edildi bu ötürmə. İndi sol tərəfdən gəlir Qəbələ. Ötürmə, başla zərbə və qapı tiri İsmail Akinade. Drago. Top komanda yoldaşına dəydi. Ziya Şəkərxanov, Ziyanın ötürməsi, Akinade. Top meydanı tərk edir. Artıq bunun Qəbələ üçün son şans hesab etmək olar. Səlahət Ağayev də irəli çıxıb. Bruno Silva ondan ötürmə, başla zərbə, Səlahətdən təkrar zərbə cəhdi alınmadı. Və bu epizodda daha yaxından baxaq. Qayda pozuntusu ilə bağlı şübhələr var idi, amma yoxdur.